Qarabağ İngiltərə təmsilçisi Newcastle-ın Bakıdakı oyunda kabusuna çevriləcək, onu şoka salacaq. Belə ki, Qarabağ komandası mərkəzdən oyuna başlayan kimi topu müdafiə xəttinə göndərəcək. Müdafiəçilərimiz isə vaxt itirmədən dərhal var gücü ilə topu öz qapımıza vuracaqlar və Newcastle komandası 1-0 hesabı ilə önə keçəcək. Bu hadisədən sonra Newcastle komandası şoka düşəcək. Onlar şokdan ayrılmamış, Qarabağ komandası dərhal rəqib qapısına 2 gol vuracaqlar və ümumi hesabda 2-1 hesabı ilə önə keçəcəklər. Təbii ki, bu bir zarafatdır. Məsələnin əsli astarı odur ki, Çempionlar Liqasında 710 milyon dəyəri olan Newcastle komandası ilə 29 milyon dəyəri olan Qarabağ komandasının bugünə qədərki statistikaları demək olar ki, bərabərdir. Bugünkü oyunda Qarabağ komandası ev sahibi olduğu üçün qələbə qazanmaq şansları daha çox göstərilir. Statistika belə deyir. Amma hər şey statistikadan ibarət deyil. Siz də öz fikirlərinizi yazın. Sizcə bu oyunun nəticəsi necə olacaq? Hesab təxminləriniz necədir? Qarabağ doğrudan da Newcastle 2-1 hesabı ilə məğlub edə bilərmi?